Bax, belə kifayət elədi. Inter Xəzərlənkəran oyunu haqqında danışdıq və keçid alaq digər maraqlı bir qarşılaşmaya. Maraqlı qarşılaşmalardan biri isə Qəbələ ilə Qarabağ arasında idi. Bu oyunda çox dramatik alındı və Qarabağ son anda məğlubiyyətdən xilas ola bildi. Sıralayır və təbii ki bu ondan xəbər verir ki, qapıya zərbə indirildi, uzaq məsafədən hesab açıla bilərdi. Doroşos bu topa çata bilmədi. Divar ötürməsi gözəl alındı. Urfan Abbasov mübarizə aparıb çata bilmir. Qapıya zərbə indirildi. Rauf Əliyev bu zərbəni yerinə yetirdi. Çırtaqanov irəliyə uzun bir ötürmə. Viktor Menzi cərimə meydanına daxil oldu və hesab açılır. Gözəl bir hücum. 41-ci dəqiqədə qolla nəticələnir. Qəbələ bu qolu vurur. Yığma bu arada bir qədər sonra hesab bərabərləşir. Rauf Əliyev Qarabağın bərabərlik qolu vurur. İkinci hissə başlayan kimi bu qolun müəllifi Rauf Əliyevdə bir daha izləyək. Qapıya zərbə olacaqmı? Qapıya zərbə indirildi. Son anda barmaqlarının ucuyla Boyun Pavloviç topu qaytarır. Çırtaqanov Dodo üçün topu saxlayır. Dodonun zərbəsi 2-1. 2-1. Gözəl baxımlı hücum. İki futbolçu bu hücumu təşkil etdi. Dodo və Çırtaqanov. Yenidən topu ondadır. Namiq Yusufov irəliyir. Muharrem qapıya zərbə indirir və 2-2. 2-2. Çox sakit bir şəkildə topu qəbul edən Muharrem qüvvətli zərbə ilə Mars, son dəqiqələrə üstün durumda girdiniz, amma son anda qapınızda qol gördünüz və bu oyun hesab bərabərə qaldı. Yəni bu görüşlə bağlı nə deyərdin? Meydanda oynayan futbolçulardan birisən, Qəbələnin kapitanı, saxvarıcı futbolçularından birisən və sənə ümidlər böyüdü. Bu oyunda Qələbəni səncə niyə saxlaya bilmədi sənə? Nə mane oldu? Düzdür, biz bilirik ki, Qarabağ komandası güclü komandadır. Ona görə də bu oyuna ciddi hazırlaşmışdıq. Öz səhvimizin ucbatından oldu. Yəni, 2 dənə səhv elədi, ikisində də gəldi, qol oldu və axırıncı dəqiqədə birində vurdular, oldu 2-2. O futbolu 90 dəqiqə oynayırlar və baş məşqçimiz də oyundan sonra səhərsi günündə analiz elədi, bütün tapşırıqlarını verdi komandaya, amma futbolda hər bir şey olur. Ona görə də mənə elə gəlir ki, heç bir şey burada uduzulmayıb. Səfərdə Qarabağla bizim də oyunumuz var, ikinci oyunumuz var. Və mən inanıram ki, keçən tərəf biz olacaq. Hər halda 2-2 hesabı daha çox Qarabağa sərf edir, nə ikisi? Düz deyilIr, amma bizim də itirəcəyimiz heç nə yoxdur. Ona görə səfərə gedirik. Nə gücümüz var, orada qoyacaq ki, maksimum yaxşı nəticə ilə qayıdaq arxaya. Var bir sual verim sənə. Bu, Tony Adamsın zamanında dedilər ki, Qəbələ İngilis klubun tərzində yaranır, yəni İngilis futbolunu tərzində oynayacaq. Belə deyək, Kavlaq gəlib, Mendi, Kamanan, hamısı Türkiyə Super Liqasında oynamış futbolçulardır və sənə də əlavə eləyək də Antalya Spordan başlansa. Qəbələdə Türk klubu tərzində futbol getmir, yəni sanki ona yaxınlıq, belə daha anlaşma baxımından. Elədir. Türk futbolu üstündə gedir. Ona görə ki, baş məşqçimiz də Türkdür, köməkçisi də Türkdür. Ona görə də kluba Türk futbolunu yedirlər ki, o sxemdə oynayır. Sənə elə gəlmir ki, bax mən nəzər yetirəm, indi Mahir olsun, əcnəbilərdən Dododur, Kamanandır və Dodo Kamanan, üçüncü unutdum, Menzi. Yəni bu üçlü sanki və bir yeri, sanki fərd olaraq güclü fərdlər var, amma komanda olaraq yenə nəsə elə bil, yəni daha çox şey eləmək var. Bilsən, mən üzr istəyirəm. Mənə elə gəlir ki, bu dəqiqə Azərbaycan çempionatında nəticə əldə eləməkdən ötürü Qəbələ ən ideal variantdır. Niyə görə? Sayaq belə, məsələn, altılıqda baxanda, yəni kuboku da nəzərdə alıram. Bütün klublar, əksər klublar hücuma meyilli futbolu nümayiş etdirməyə çalışırlar. Hamısı hücumda oynayırlar və Qəbələnin heyətinə baxanda 3 dənə futbolçu dediyin kimi fərdi texnikalı olan, həm də üstəlik də ki, sürətləri də belə baxanda, yəni digərlərindən daha üstün olan sürətli futbolçulardır ki, əks hücumlarda ən əlverişli variantdır. Ondan sonra komandalarında Mahir kimi futbolçuları var ki, Azərbaycan səviyyəsində, yəni Azərbaycanda ən yaxşı ötürmələri. Mən elə gəlir ki, yerli futbolçular baxımından, yəni Mahir səviyyəsində ikinci futbolçu yoxdur. Yox, yəni nəyə nəzərdə tuturam? Yox, nəyə nəzərdə tuturam? Yəni Mahir kimi ötürmələri olan, standart vəziyyətləri olan, yəni ən yaxşı, yəni belə futbolçular üçün standart vəziyyətdə istifadə eləməkdir. Bax, yerli futbolçuları götürək. Məsəl üçün gəlin Neftçiyə baxaq, neçə dənə belə samballı yerli futbolçu var. Qarabağa baxaq, milli üzvlərindən söhbət gedir, biraz belə çəkisindən söhbət gedir. Qəbələyə baxaq, bir Mahir Şükürov. Yəni ikinci var Mahir səviyyəsində, milli səviyyəli belə
Yox, Məncə mən Aslanın onu dediyində nəzərdə nəyə tutmuram. düzdür? Məsələn, belə deyək də, Qarabağ tipli komanda, məsələn, bir komandanın üzərinə hücum edir, amma eyni zamanda düşünür ki, bunların o üçlük, həmin üçlük, əks hücumda elə bir qüvvə ilə gəlirlər ki, onun qarşısını almaq qeyri-mümkün, çətin olacaq. Eyni zamanda sən dediyin kimi, yəni Maşrovda qoşulduğu ötürmələri var ki, hansı ki, çox təhlükəli olur. Üstəlik bir variant da var ki, ən pis variantda, yəni geri düşdüyü zamanda axır hamı bilir ki, out atışları var ki, Baranin gələcək. Məncə amma baxma bir kimi. şey deyim. Gələn mövsüm milli səncə Qəbələyə milli səviyyəsində səndən əlavə yəni 1-2 futbolçu cəlb etmək lazımdırmı? Əlbəttə lazım. Mən həmişə demişəm ki, Azərbaycan futbolçuları nə qədər çox olsa bizim klubda o qədər yaxşıdır. Yeri gəlmişkən 21 yaşlı futbolçular da lazım gələcək ki, yəni gələn ona görə də artıq öz oyunçularımız olsa və 4-5 dənə də mən deyərdim səviyyəli legioner olsun. Demirəm 10 dənə gətirsinlər, amma 3 dənə olsun, 4 dənə olsun. Biz ondan baxaq nəyə öyrənək, nəyisə oynayaq. Amma legionerlərin bəziləri gəlir bizə baxıb nəyisə öyrənirlər. İndi Qəbələdə acır ya. Ona görə də Qəbələdə legionerlər səviyyəyə sayma olarmı? Sən necə düşünürsən? Bəli, bizdə deyəlim bir 4-5 dənə legionerimiz var ki, bugünkü gündə özünüz də görürsünüz ki, məsələn Mendidir, Dududur, Yanikdir. Bugünkü gündə komandanı spasat eləyirlər, komandanı aparırlar dalınca və ona görə də ona narahatçılığımız yoxdur. Amma arxa xəttdə bir də ən az Sən hər halda səfərdə 3-1 də elə bir ya 1-3 hesablı məğlubiyyət yəni son deyil. Hər halda müəyyən şanslar qalır, amma reallığı götürsə, yəni mərhələni keçəcək komanda kimi Bakı görünür. Sən nə deyərdin? Bax, burada bir durum var idi ki, təbii ki, Novruz Əzimovun gəlməsi bir növ onun üçün bir şansdır. Yəni özünü göstərməyə baxır. Yəni mən qeyd etmək istəyirəm ki, bəlkə çox yerdə bu qeyd olunmayıb. Novruz Əzimov əvəzedici məşqçi deyil. Novruz Əzimov rəsmən məşqçidir, baş məşqçi. Baş məşqçi. Maraqlı bir şey var idi. Sadəcə xırda bir dəyişiklik elədi və bu da Azalı üzərində qələbə qazanmağa yetdi. Çünki bu oyunu yəni izləyirdim stadiondan birbaşa. O dəyişikliyin adı Şoriç deyil. Şoriç idi. Yəni təbii ki, Şoriç əvvəlki oyunlarda da yaxşı görünürdü, amma sanki Starkovun zamanında onu biraz sıxırdılar. Biraz kənarlarda məcbur idi oynasın. Sadəcə bir şey dəyişdi. Şoriçə meydanda rahat hərəkət etməyə imkanı yaratdı ki, 3 qolun üçündə də Şoriçin əməyi oldu. Və bir qədər sərbəstlik yetərli oldu ki, Bakı qələbə qazandı. Tək Şoriçə yox, düşünürəm bütün futbolçulara. Eyni zamanda Elvin Məmmədov məsələn. Yəni psixoloji olaraq bu oyuna artıq başqa cür köklənmişdilər ki, o da meydançada özünü göstərir. Bəlkə məsələn elə bir durum idi ki, sanki belə deyək, Şoriç çəkilirdi, Elvin Məmmədov oynayırdı onun yerinə. Yəni sanki topla daha rahat davranırdılar, hücuma çıxırdılar, amma Starkovun zamanında xüsusilə Parksi meydanda olduğu zaman Starkov çalışırdı ki, yəni paslar, ötürmələr Parksi getsin, çatdırılsın oraya, hansı yolda olsun. Yəni Şoriç o qədər istifadə olunmurdu. Onu lider kimi oynatdılar və nəticəsində gördülər. Üstəlik onu da əlavə eləmək lazımdır ki, Azal da yəni çox həddindən artıq çox səhvlər buraxdılar, yəni arxa xəttlərində. Yəni inanılmaz dərəcədə artıq Azala alışmışıq ki, yəni bir oyunu yaxşı oynaya bilər, digər oyunu tam bərbad oynaya bilər. Yəni Azalda məncə bu da düzdür, kubok ona qatmaq biraz düz gəlmir. Sanki ruh düşkünlüyü var. Son şansı idi amma Azalın ki, hansı ki bu ilki çempionatda nə eləsə yadda qalmalı idi ki, o da kubokda hansısa bir yaxşı nəticə əldə etməli idi. Hətta bunun üçün Tovuza səfərləməsə ehtiyat heyətinə getmişdilər ki, bütün gücü qoysunlar, amma bacarmadılar. Bax belə bir variant ola bilər ki, əgər siz Qarabağa keçsəz, Bakıda Azalı keçsə, yarımfinalda üz-üzə gəlirsiniz Bakı və Qəbələ. Bakının kuboku alma şansları nə dərəcə görürsən? Bakının həqiqətən də Starkovun gedişindən sonra Bakı komandası 2 oyun oynayıb, ikisində də qələbə qazanıb. Çətin olacaq. Mən demirəm ki, biz udacağıq Bakını, ya Bakı biz udacaq. Ona görə qabaqdakı oyun hər şey hər halda siz də elə Qarabağa keçməlisiniz. Həm də ki, amma çempionatın oyunu ilə qiymət vermək olmaz kubok oyunlarına. Çünki tam fərqli oyunlar olur. Yəni burada artıq Bakıda kubok ala bilər, Qəbələdə kubok ala bilər, Qarabağda istənilən klub həmin oyunda, yəni 2 oyuna necə köklənəcəksə, axır nəticəni o da əldə edəcək. Mən deyərəm ki, düz elədi Bakı komandası Starkovu göndərdi. Səncə gec olmadı biraz? Həqiqətən gec oldu. Ona görə ki, Starkov ancaq başı qarışmışdı transfer işlərinə. Komandanın oyunu qalmış qıraqda. Bir sezonda mən deyərəm ki, 15-20 dənə futbolçu gətirdi, göndərdilər. Bu da ki, əlbəttə komandanın oyununa təsiri olur. Əgər 5 dənə gətirirsən futbolçu, taktikanı yerdənmirsən, 5 dənə futbolçu gətirirsən, komandanın oyunu onda alınmayacaq. Gərək minimum gətirdiyin futbolçularla bir il yarım gərək oynadasan ki, həmən taktikavi yeridəsən. Anladıq və bu oyunda da bir neçə epizod var idi, onlara da baxaq, fikir bildirək. Nəsib, xahiş edirəm birinci epizodu ekranlara gətir, görək bu epizodda iddialar nə idi. Bax, burada bir neçə dəfə indi baxaq, müəyyən fikir yürütməyə çalışaq. Konkret olaraq topun Bakının futbolçusunun penaldır.
Neftçi ilə Interin verilən qapısına penalti necə verilir? Interlə Lənkəran qapısına. Hə? Aslan Elə gəlir ki, penalti. Yəni məncə açıq-aşkar əlinə dəyib penaltidir. Əmri əli ilə vururdu abi. Daha doğrusu əllə oynayır. Hakim kim idi? Səhv etmirəmsə Elçin Məmmədov. Rəhim Həsənov, üzr istəyirəm. Rəhim Həsənov bəli, gənc hakimdir, amma təəssüf səhvlər eləyir. Nəsə, məncə bu epizoda baxmaq kifayətdir, çünki həqiqətən də yəni, burada deyiləcək söz yoxdur. Tərtəmiz penaltidir, niyə vermədi bilmək olmur və daha bir epizod var idi. Burada da iddia olunurdu ki, top Bakının futbolçusunun əlinə dəyib. İndi bir neçə dəfə müxtəlif rakurslardan baxıb müəyyən fikir yürütməyə çalışacaq. Yəni, təbii ki, indi başqa rakurslarda olacaq. Ümumiyyətlə, burada topa tullanışı biraz qəribə idi futbolçunun. Sanki suya tullanırdı. O nə eləmək istəyirdi yəni? Belini qabağa vermək istəyirdi məncə. Sən nə deyərdin? Məncə Məncə heç bir penalti söz verilməz məncə çünki. Yəni bu epizodda Rəhim düzgün qərar verib. Məncə düzgün qərar verib. Rəhim düzgün qərar verib belə. Mari sən nə deyərdin? Oxşur, oxşamır. Nə bilim, buradan yaxşı görsənmir sözün asıl. Amma ki, Dəx buradan orada görsənəcək. buradan da elə tam dəqiq görmək olur. Penalti yox idi, amma bunun tullanışına görə cəzalandırmaq lazımdır. yerdə uzanmağını cəzalandırmaq lazımdır. Bax belə, bu oyunla bağlı fikirlərimizi bildirdi və nəhayət Ölkə Kubokunda 4-1 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən sonuncu oyun bu Kəpəzlə Neftçi arasında oldu və flaqman səfərdən qələbə ilə qayıtdı. Bax, Neftçi qələbə qazandı və ümumiyyətlə görünən odur ki, Kəpəzlə mərhələni keçəcək tərəf elə Neftçidir. Neftçinin kubokdakı çıxışı barədə nə deyərdin, yəni bu oyunlar barədə? Neftçi düzdür, ondan qabaq bizlə oynamışlar çempionatda, bizə yenilmişlər 4-1. Mən keçən verişdə baxmışdım, nəsə Neftçi barəsində nəsə demişdilər ki, Ölüm maşınıdır, nə bilim, torba tikən maşınıdır, nə bilim nə. Amma ki, bugünkü gün də özümüz də bildik ki, Gəncə komandası Neftçi ilə rəqabət apara bilməz. Ona görə ki, Neftçinin heyətini Gəncə komandasından güclüdür. Ona görə də bu günləri Neftçi komandası səfərdə Gəncə komandasını məğlub etdi. Yəni bunu bir reallıq kimi qəbul etmək lazımdır. Bəli. Sizin bu məç məğlubiyyəti, yəni Qəbə Neftçini üstələməyinizdə əsas 4-1 verdi. Yəni əsas rolu nə oynadı? Əsas rol odur ki, biz həmin oyuna yaxşı hazırlaşmışdıq. Komandanın nastroyu çox güclüydü həqiqətən də və udmaq istəyirdik, qələbə qazanmaq istəyirdik. Və həm də ki, düşdüyümüz şansları hamısı minimum yerinə yetirdik. Arxancılı var idi rəqibdə bir özündən? Arxancılı 2-0-dan sonra biz fasilədən sonra bilirdik ki, Neftçi komandası ikinci hissəyə tam başqa oyundan çıxacaq. Ona görə də hazırlığımızı biz də almışdıq baş məşqçi tərəfindən və 15-20 dəqiqə biz biraz arxaya çəkildi və ondan sonra bizim də öz taktikamız var və kontratakada tutduq, 2 dənə top vurdu. Ondan sonra da Neftçi komandası oturdu. Sən Neftçinin Kəpəzlə oyunu haqqında, yəni qeyri-adi nəsə demək olarmı? Ümumiyyətlə nə deyək? Qeyri-adi yox, sadəcə burada təbii ki, sevindirən məqam o qolun müəllifinin də, yəni cəmi 17 yaşı var səhv eləmirəmsə. Bu deməkdir ki, Neftçi ehtiyatından artıq istifadə etməyə başlayır. Ümumiyyətlə Elşən Abdullayev oyuna daxil olduğu zamanlarda da yaxşı çıxış edir. Ən azından belə deyək də, kubokda da olsa belə artıq o yaşda buraxılması o deməkdir ki, ən azından 1-2 ildən sonra bu komandanın bazası olacaq. Yəni hazır futbolçu yetişir. Bəli, yəni kubok oyunları haqqında bu qədər. Verişimizin ikinci hissəsində isə Unibank Premyer Liqasının bu tur keçirilən oyunları barədə danışacağıq, amma bütün bunlar barədə bir neçə dəqiqədən sonra.